Həm 40-a, həm 15-ə böldükdə qalıqda 3 alınan ən kiçik natural ədədi tapın. Gəlin biz bunu həll eləyək. Həm 40-a, həm 15-ə böldükdə qalıqda 3 alınan ədəddən söhbət gedir. Bu cür misalları biz necə həll eləyirdik uşaqlar? Əçob taparaq. Bu natural ədədlər mövzusuna aid sualdır. Əçob 40, 15, üstə gəlinsin 3. 40 ilə 15-in əçobunu tapmaq üçün biz 40-ı və 15-i sadə vuruqlarına parçalayaq. Bilirik ki 40, 2 vur, 2 vur, 2 vur, 5'dir. 15 isə 3 vur 5'dir. Yəni 3 vurulsun 5'dir. Burada 5'ləri götürürük. Yəni ortaqlığa götürüb 1 yazırıq. Yerdə qalan ortaq olmayanlara vuracağıq. Yəni 2 vur, 2 vur, 2 vur, 3. 5 dəfə 2 10 eləyir. 10 vurulsun. 2 dəfə 2-nin 4, 4 dəfə 3-ün 12. Bu oldu 120. Deməli 40-a və 15-ə bölünən ən kiçik ədəd 120-dir. Düzdürmü? İndi biz nə qaracağıq? 120-nin üstünə, baxın burada üstə gəlib yenə 3 də var axı. 120-nin üstünə 3 gələcək. Cavabımız olacaq 123 D variantı.